həmişə nəsə bilgilendirici məlumatlar falan çəkirik, eləyirik. Bu səfər sadə bir video, çox sadə. Hansı ki maşın salonundan, interyerindən falan bir balaca çəkək. Ən çox xoşuma gələn. Əvvəl çox da bəyənmirdim, amma indi baxıram ki, vallahi elə düz eləyib ağ salon almışam. O da nəyə görə? Artıq baxın. Çox deyil, düz istifadə eləmirəm. 6 aydır cəmi istifadə edirəm. Yəni təmiz qalır salon. Elə də çirklənmir, eləmir. Nəyə görə? Çünki uşaqlar böyüdülər. Bax fikir ver, bax buralar çirklənir. Burada qaradır. Bura hələ əski nəsilsin. Kojadır, gedəcək. Başa düşdün? Normal, təmiz, səliqəli, heç bir problem görsənmir. Taksidə istifadə olunmur. Ona görə də mən bu maşını ağ salonun üstünlüklərini bir dənə qısaca olaraq deyim. Mənə görə. Çünki yay vaxtı mən çox sadə, istili, yəni rahat olacaq. İsti olmayacaq salonun içi. Bu da vacibdir. Amma pəncərələr bağlı qalsa yaxşıdır.